RPPL-dəki yarış ən yadda qalan idi. Çünki bu mənim kartingdəki ilk yarışım idi və mən ilk dəfədən qalib gəldim. İnsanlarımıza bu məsələdə kömək edə bilərəm. Avtodrom tikilə bilər və yarışçılara kömək edə bilərəm. Bizdə çoxlu istedadlar var və onlar da irəliləyə bilərlər. Hansı ən böyük çətinliklərlə qarşılaşmısınız və qarşıda sizi daha nələr gözləyir? Əgər mənim hər gün trekə çıxmaq şansım olsaydı, mən hər gün trekdə olardım. Mən başqa ölkədə bayrağımızı qaldırmaq, himnimizi çaldırmaq və məndə istedad olduğunu və hər şeyə nail ola biləcəyimi sübut etmək istəyirəm. Bu da mənim təbliğəmdir. Bugünkü həmsöhbətimiz Vişal Romanov sükan arxasında sürəti ram etməyi bacaran və Azərbaycanı beynəlxalq arenada təmsil etməyə hazırlaşan gənc istedaddır. Pilot karyerasına karting yarışlarında başlayıb və artıq Formula 4 səviyyəsinə qədər yüksəlib. 17 yaşında o, Baku City Karting kartodromunda dövrənin rekord nəticəsinə sahibdir. İndi isə bugünkü qonağımızla daha yaxından tanış olaq. Здравствуйте, меня зовут Вишал Романов. Salam, mənim adım Vişal Romanovdur. Mən Azərbaycandan olan yeganə Formula 4 pilotuyam. Bura gəlib öz yolunu müzakirə etməkdən çox məmnunam. Моей карьеры. Avtoidmana marağınız necə və nə vaxt yarandı? Зародился у меня интерес к автоспорту, когда я стоял позади барьера. Avtoidmana marağım Formula 1 bariyerinin arxasında duranda yarandı. Təxminən 11 yaşım var idi. O zaman mən kartinglə məşğul olmağa başladım. Baku City Kartingə gəldim. Əlbəttə ki, mənə bu çox xoş gəldi. Qardaşım mənə bunun nə olduğunu göstərdi. Mən bu idmanın nə olduğunu bilmirdim. Mən avtoidmanla əlaqəsi olan ailədə doğulmamışam. Mən də iştirak etmək istədim. Lakin Formula 1-ə gedən yolun bu qədər çətin olacağını bilmirdim. Mənim bir arzum var idi və istəyirdim ki, o gerçəkləşsin. Buna görə də mən hər gün Formula 1-ə çatmaq üçün məşq edirəm. Из-за этого я каждый день тренируюсь, чтобы дойти до Формулы 1. İlk dəfə sükan arxasına keçəndə hansı hissləri keçirdiniz? Впервые, когда я сел за руль Формулы 1000, İlk dəfə MRF Formula 1600-ə sükan arxasına keçəndə özümü sanki Real Racing 3 video oyununda olduğumu hiss etdim. в видеоиграх Real Racing 3. Təəssüf ki, Real Racing 3 2026-cı ildə artıq əlçatan olmayacaq. Это была моя Bu первая mənim ilk video oyunum idi və mən eyni hissləri yaşadım. Mənə bu düzünü desəm çox xoş gəldi və düşündüm ki, bundan başqa heç nə ilə məşğul olmaq istəmirəm. Nичего больше не хочу делать. Yaxşı, növbəti sual. Sənin üçün hansı yarış ən yadda qalan olub və niyə? Гонка в RPPL была самая запоминающая, потому что RPPL-dəki yarış ən yadda qalan idi. Çünki bu mənim kartingdəki ilk yarışım idi və mən ilk dəfədən qalib gəldim. Buna görə də o mənə çox xoş gəldi. Мне оно очень понравилось. Я знал то, что у меня был талант. Mən bilirdim ki, məndə istedad var, amma mənim digər yarışçılar kimi maliyyə imkanlarım yox idi. Lakin yenə də bacarığımı və imkanlarımı sübut etdim. Я могу. Баланс между скоростью и риском, честно. Sürət və risk arasında tarazlıq qorumaq vacibdir. Düzünü desəm, mən riskə baxmıram. Bu barədə düşünmək istəmirəm. Я думаю то, что если Amma hesab edirəm ki, əgər hər gün məşq edirsənsə və trekdə təcrübə qazanırsansa, artıq risklərə baxmağın mənası yoxdur. Çünki hər dönüş və hər pillədə bir riskdir. поворот это риск. И каждой ступени уже риск. Trekə çıxmazdan əvvəl mental və fiziki hazırlığınız necə keçir? Fizическая подготовка, я думаю то, что это в первую очередь. İlk növbədə ən vacib olan fiziki hazırlıqdır. Yarışçı fiziki cəhətdən nə qədər hazırdırsa, mental cəhətdən də bir o qədər hazırdır. Yaddaş məşqləri, reaksiya və vizualizasiya. Düşünürəm ki, bu ən vacibidir. Это самое важное ментально тренироваться. И Fiziki aspektlərə gəldikdə isə boyun məşqləri etmək və hər gün idman zalına getmək lazımdır. Çünki hər gün məşq edirsənsə, bu həm fiziki, həm də mental hazırlıq baxımından yaxşıdır. для физически это хорошо, и для менталитета это тоже, я думаю, самое важное. На какую Yarış zamanı hansı texniki detala daha çox diqqət yetirirsiniz? технику? Yarış zamanı mən ən çox döngələrə diqqət yetirirəm. Düşünürəm ki, bu ən vacibidir. Çünki döngəni nə qədər yaxşı keçsən, sürücü bütün dövrəni daha sürətlə keçəcək. İngiliscəsində bir ifadə var ki, fast corners are for fast drivers, long strikes are for fast cars. Sürətli döngələr sürətli sürücülər üçündür. Uzun düzlüklər sürətli maşınlar üçündür. Azərbaycanda gənclər üçün avtoidman sahəsində kifayət qədər imkanlar olduğunu düşünürsünüzmü? Я думаю то, что в развитии автоспорта для молодежи Düşünürəm ki, avtoidmanın inkişafı üçün həmişə şans var. Əgər gənclərdə idman ruhu varsa, özləri göstərmək və sübuta yetirmək istəyirlərsə, rahatlıq zonasından çıxıb bacarıqlarını sübut etmələri lazımdır. зон и доказать, что они могут. И я думаю, Düşünürəm ki, hazırda gənclər üçün kifayət qədər vəsait yoxdur. Amma mən Formula 1-də olanda insanlarımıza bu məsələdə kömək edə bilərəm. то, что
когда я буду Формула-1, Avtodrom tikilə bilər və yarışçılara kömək edə bilərəm. Bizdə çoxlu istedadlar var və onlar da irəliləyə bilərlər. помочь гонщикам, потому что у нас есть много талантов, и они тоже могут развиваться вперед. Hansı ən böyük çətinliklərlə qarşılaşmısınız və qarşıda sizi daha nələr gözləyir? Samые большие трудности, которые я столкнулся, это, конечно же, финансовый бюджет. Qarşılaşdığım ən böyük çətinliklər əlbəttə ki, maliyyə ilə bağlıdır. Bu idmanda büdcə ən önəmli şeydir. Ümid edirəm ki, Formula 4 Birləşmiş Ərəb Əmirliklərində sponsor əldə edə biləcəm. Я надеюсь, Ümid edirəm ki, 2026-cı ildə çempionatda iştirak edəcəm və daha çox nəticə əldə edə biləcəyimi sübut edəcəm. и доказать то, что я могу добиться вперед. Qarşınızda daha hansı çətinliklər var? Nə? Maliyyə xaricində. Помимо финансовой, я думаю, то, что у меня трудностей нет. Я думаю, то, что Maliyyə xərcində düşünürəm ki, məndə çətinliklər yoxdur. Hesab edirəm ki, mən mental və fiziki cəhətdən buna hazıram. Mən hər gün məşq edirəm. Əgər mənim hər gün trekkə çıxmaq şansım olsaydı, mən hər gün если trekkdə бы у меня olardım. был бы şans. Mən başqa ölkədə bayrağımızı qaldırmaq, himnimizi çaldırmaq və məndə istedad olduğunu və hər şeyə nail ola biləcəyimi sübut etmək istəyirəm. Доказать то, что у меня есть талант, и я то, что могу добиться вперед. Motivasiyanızı itirdiyiniz anlar olurmu və onu geri qaytarmaq üçün nə edirsiniz? Я думаю, то, что ежемесячно есть раз, где теряем. Düşünürəm ki, belə bir şey ayda ən azı bir dəfə baş verir. Hesab edirəm ki, geriyə baxıb kartingdən Formula 4-ə qədər keçdiyim yolu, bunun üçün nə qədər məşq etdiyimi xatırlamaq lazımdır. Картинг это помощь. Düşünürəm ki, bu qədər yol qət etdikdən sonra hər şeyi atmaq bu bir variant deyil. Идти и остановить путь, я думаю, то, что это не выбор, не вариант, честно говоря. С кем вы соревновались? Ferrari Akademiyasında kiminlə yarışmısınız və digər akademiyalara, məsələn Williams, Red Bull, McLarenə müraciət etmək cəhdləriniz olubmu? Макларен. Я соревновался с много гонщиками, но Mən Ferrari Drive Akademiyada bir çox yarışçılarla yarışmışam. там Orada 2004-cü ilin bütün əsas yarışçıları var idi. Yaxşı yarışçılar, düzünü desəm onlar istedadlıdırlar. Hesab edirəm ki, mənim Ferrari ilə çox yaxşı münasibətlərim var. Hazırda mən digər akademiyaları nəzərdən keçirmirəm, amma əlbəttə ki, təkliflərə на açığam. данный момент на другие академии не смотрю, ну, конечно же, я открыт. Сколько лет? Formula 1-ə gedən yol neçə il çəkəcək? До Формулы-1 надо сперва Formula 1-ə çatmaq üçün əvvəlcə kartingi bitirmək, sonra Formula 4, Formula 3, Formula 2 və Formula 1-ə keçmək lazımdır. Hazırda mən Formula 4-də yarışıram və düşünürəm ki, düzgün dəstəklə Formula 1-ə çatmaq təxminən 3-4 il çəkəcək. Формулы-1 с правильной поддержкой. Есть ли у вас люди? Sizi yolunuzda dəstəkləyən insanlar və ya komanda varmı? На данный момент у меня Hazırda məni dəstəkləyən ailəm var, amma hazırda komanda yoxdur. Amma əlbəttə ki, təkliflərə açığam və hamının məni dəstəkləməsini istərdim. Əlbəttə ki, Evans GP yaxşı komandadır. Ümid edirəm ki, 2026-cı ildə onlarla Birləşmiş Ərəb Əmirliklərində Formula 4-də iştirak edəcəm. в 2006 году Формула-4 UAE чемпионат. Azərbaycan tamaşaçısının avtoidmana münasibətini necə qiymətləndirirsiniz? Я думаю, то, что у азербайджанских зрителей есть интерес к спорту, ну, Düşünürəm ki, Azərbaycan tamaşaçılarında idmana maraq var, amma hesab etmirəm ki, yarış idmanı istədiyimiz qədər sürətlə inkişaf edir. Hesab edirəm ki, Azərbaycandan ən azı bir yarışçının olması artıq bu sahənin inkişafına kömək edir. Ümid edirəm ki, bizə də tezliklə ayrıca stasionar trek tikiləcək. двадцать вперед, и надеюсь, то, что у нас тоже построят трассу скоро. Что бы вы посоветовали Bu idman növü ilə məşğul olmaq istəyən gənclərə nə məsləhət verərdiniz? спорту? Я бы посоветовал, чтобы не терять фокус, Mən diqqəti itirməməyi, irəli getməyi və geriyə baxmamağı məsləhət görərdim. Əsası özünə inanmaqdır və düzdür desəm, əgər bir arzu varsa, onun həyata keçməsi lazımdır. если, честно говоря, если мечта есть, надо, чтобы она исполнилась. И Belə ki, 60 yaşında olanda mənim bir şansım var idi, amma mən ondan istifadə etmədim deməyəsən. шанс я не воспользовался. Mən hamıya uğurlar diləyərdim və ümid edirəm ki, tezliklə trekdə görüşəcəyik. Удачи всем. И надеюсь, мы встретимся скоро на трассе один день. Zəhmət olmasa əyninizdəki köynəyin nə olduğunu deyə bilərsiniz? На мне находится Əynimdəki Hindistan Formula 4 çempionatının RPPL köynəyidir. RPPL Indian Racing League ilə tərəfdaşdır və bu onların köynəyidir. Bunlar da gördüyünüz kimi onların sponsorlarıdır. Arxada Hyderabad Street Circuit təsvir olunub. Bu da bizim Baku City Circuit kimi şəhər trekidir. стрит, как Baku City Circuit. И кроме Bu этого, köynəkdən başqa mənim Scuderia Ferrari Driver Akademiyadan da var. Onu mənə 2024-cü ildə veriblər. Bu Azərbaycanda Scuderia Ferrari Akademiyadan olan yeganə rəsmi köynəkdir. Ferrari, Академии, то есть. Да. Сверху этого у меня есть шлем. Bundan əlavə mənim təbilğəm var. Mən onu Ferrari Driver Akademiya üçün əldə etdim. Bu OMP GPR-dır. Bu dəbilqə baş üçün qoruyucudur. Ona hansı belə bərkitmək olar?
Для шлема можно прикрепить Hans. Bu isə boyun üçün qoruyucudur. Ən pis halda, əgər qəza baş verərsə, bunun köməyi ilə xilas olmaq mümkündür. Авария произойдет, можно будет спастись с Хансом. Bu, Scuderia Ferrari Driver Academy-dən olan papaqdır. Onlar məni 2024-cü ildə Avstraliyaya dəvət etmişdilər. Dizayn hər il dəyişir, amma təəssüf ki, 2025-ci ildə yeni dizayn olmadı. Lakin 2026-cı ilə ümid edirik. Ну, надеемся на 2026 год. Как вы видите, это наши... Gördüyünüz kimi, bunlar bizim OMP əlcəklərimizdir. Bunlar oda davamlıdır və qəza zamanı bizi qoruyur. Bu yaxşı materialdır və əlcəklər FIA tərəfindən təsdiq edilib. Вот, специально FIA approved перчатки. Bundan əlavə bizim yarış maşınları üçün ayaqqabılarımız var. Gördüyünüz kimi burada Ferrari komandasının başçısı Federico Vasseur mənə imza atıb. Bu Alpine Star brendindən olan ayaqqabıdır. Burada isə Ferrari'nin sürücüsü Charles Leclerc imza atıb. Bu sol ayaqqabı əyləc və sağ ayaqqabı isə qaz pedalları üçündür. Bundan əlavə bizdə əldə etdiyimiz yeni dəbilqə var. Bu gördüyünüz kimi Bell RS7 karbondur. 3 variant var. Bell RS7 Pro, RS7 karbon və HB7. HB7 Formula 2 və Formula 1-də istifadə olunur. RS7 karbon Formula 3-də də istifadə olunur. Formula 4-də də istifadə etmək mümkündür. Bu isə balaklavadır, baş corabı. Bu da alpinistlardandır. Bu, gördüyünüz kimi FIA tərəfindən təsdiq edilib. CIK karting üçün gümüşü etiket, FIA isə qızılıdır, formalar üçün. Bu da mənim dəbilqəmdir.